yardan söhbətim Eybələ yardan sevdim. Mən təbiətin qoynuna yayılarım. Yerlərəmə hər yalayım. Söz Mülküm Ədəbi Qrupunun ədəbi məclisinin üzvü, değerli şairimiz Bülent xanım yazır ki, mənə dərd dərman axtaran qızım, məni təbiətin qoynuna axtar. Oradadır söhbətim, oradadır sözüm, məni sən Allah təbiətin qoynuna axtar. Eşq olsun. Yoxları tərcih eləməm. Sənə bir baxma şeyim. Ölmüş bir yerə ölmüş. Təbiət dərmanı belə qaraz dərdimə. Sən Allah məni təbiətimin qoynuna yayıpar, qoynuna yayıpar, qoynuna yayıpar, qoynuna yayıpar. Təbibdir, loğmandır mərəz dərdimə. Dərib gül çiçəkdən qoy əz dərdimə. Təbiət dərmandır qərəz dərdimə. Mən təbiətin qoyma. Yaşa. Yaşa. Ayağımızı rəhmət eylesin. Bu bir şey değil. Yahdaki sara Gahur rahatımda Gahur rahatım ey bana yahdaki sara Korkut laylasına Kanda damara, kanda damara, kanda damara, kanda damara. Kadere ateşi satmaz ey belə nə pul nə para. Sen Allah beni təbiətimin qoynuna yayıpar, qoynuna yayıpar, qoynuna yayıpar. Gah Burla Xatundur, gahdakı sara. Hopufdur laylası qanda damara. Ateşi sağaltmaz, nə pul, nə para. Məni təbiətin qoynuna apar. Bu da təbiət, bu da siz. Var olun. Öpmesen mümkün değil. Var ol, var ol. Her iki yüreğe eşk olsun. Var olun. Sağ ol. Çok sağ ol. Allah köməyiniz olsun. Yaşa. Siz var olun Bülent Hanım.